Hər vaxtınız xeyirli olsun. Xırdalanında 2 mərtəbəli 6 otaqlı həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. Evin də torpağın da sənədləri çıxarış mülkiyyəti fərdi yaşayışdır. İpoteka ilə də bu evi almaq istəyənlər asanlıqla əldə edə bilərlər. Bu evin üst görünüşü mərtəbələr arası monolit betonludur. Belə bir geniş həyəti qalıb ki, 2 maşın rahatlıqla həyətinə yerləşir, kürsülüdür. Geniş bir zirzəmisi var, qaz, su, işıq daimidir. Sayğacların hər biri qoyulub, kanalizasiya sistemi mərkəzi kanalizasiya sistemidir. Trap xətti də çəkilib, isitmə sistemi kombi sistemidir və kombi aparatında yeri hazır vəziyyətdə çəkilib və göründüyü kimi qaz xətti də hər biri çəkilibdir. Bir daha evin həyətini göstərim. Ev, onu qeyd edim ki, 8 nömrəli məktəbə də yaxın düşür, yəni yaxın bir ərazidə yerləşir. Evə daxil olduqda, bax, belə birinci mərtəbə geniş dəhlizi, döşəməsi isti oldu. İkinci mərtəbə baxmaq üçün taxta pilləkəni və pilləkənin altında bax, belə bir qardırop yerdə saxlanılıb ki, müəyyən əşyaları da yerləşdirmək olar. Burada sol tərəfdə geniş bir zal otağı yerləşir. Çox gözəl, zövqlə təmir olunubdur, səliqəli iş görülüb evdə. Pəncərə sistemi, şəbəkə sistemi də yığılıb. Kondisioner üçün işıq xətti də çəkilib. Geniş bir zal otağı, TV üçün işıq xətti çəkilibdir. Həmiz taxta qapılar qoyulubdur. Otaqların hər birinin qapısı dəhliz açılır. Burası isə mətbəxi. Geniş bir mətbəxdir, kifayət qədər genişdir. Göründüyü kimi otaqlara da gün işığı düşür. Yalnız bu otaq, bax, birinci mərtəbədə kiçik bir otaq. İkinci bir otağıdır bura. Və birinci mərtəbədə yerləşən hamam otağı. Metlaq kafeli, aksarlar arız əsası arasında razılaşma yolu ilə qoyula bilər. Birinci mərtəbə ilə tanış olduq. İkinci mərtəbədə 4 yataq otağı yerləşir. İlk öncə sol tərəfdə bu bir yataq otağı. Burada ikinci bir yataq otağı və göründüyü kimi də balkona da çıxışı var. Geniş bir yataq otağıdır. Otaqların hər biri genişdir. Göründüyü kimi işıqlıdır. Gün işığı hər otağa düşür. Burası dördüncü bir yataq otağı. Və sonuncu göstərəcəyim yer isə ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, orada eyni ilə metlaq və kafel. Göründüyü kimi ev tam təmirli vəziyyətdədir. Evin başlanğıc qiyməti 125 min manat deyil. 125 min manat və real alıcıya endirim olunacaqdır.